Salam, mən allergoloq Gülnar Quliyeva. Bu videoda sizə fiziki aktivlik dönəmində, yəni hərəkət etdikdə, fiziki işlə məşğul olduqda ortaya çıxan öskürəklər haqqında məlumat vermək istəyirəm. Əziz izləyicilərimiz, bildirmək istəyirəm ki, fiziki aktivlik dönəmində hərəkət etdikdə, pilləkən çıxdıqda, sürətli yürüyüş etdikdə, xüsusilə uşaqlar qaçdıqda, hoppandıqda, velosiped sürdükdə, üzdükdə öskürək ortaya çıxırsa, mütləq şəkildə ağla tənəffüs yolu allergiyası gəlməlidir. Belə ki, fiziki aktivlik zamanı tənəffüs yollarında olan allergik iltihab artaraq bronxların spazma girməsinə səbəb olur və nəticədə xəstələrimizdə öskürək, bəzi xəstələrdə isə öskürəklə bərabər sinədə xırıltı, xışıltı ortaya çıxır. Xəstələrimiz bəzən bunun çarəsini uşağın hərəkətini məhdudlaşdırmaqda görür. Çox vaxt gördüyümüz mənzərə bu olur. Valideyn deyir ki, doktor, uşağı qaçmağa qoymuruq, hərəkət etməyə qoymuruq. Deyirik, yavaş hərəkət elə, velosiped sürmə, oynama, öskürək ortaya çıxmasın. Bildirmək istəyirik ki, bu xəstəliyi müalicə etməz. Əksinə, xəstəliyi müalicə etmədiyimizə görə tənəffüs yollarında olan allergik iltihab dərinləşərək bronxlarda geri dönməz dəyişikliyin ortaya çıxmasına və xəstəliyin daha çox qalıcı olmasına səbəb ola bilər. Unutmayaq ki, fiziki aktivlik zamanı ortaya çıxan öskürək bronxial asmanın əsas əlamətlərindən biridir. Ona görə də özünüzdə və ya övladınızda fiziki aktivlik dönəmində hərəkət etdikdə öskürək yaranırsa və ya öskürəyiniz var, fiziki aktivlik dönəmində şiddətlənirsə, kəskinləşirsə, tutma şəkildə olursa, mütləq allergoloqa müraciət etməli və bunun səbəbi araşdırılmalıdır. Mövzu ilə bağlı suallarınız varsa, şərh bölümündə bizə ünvanlaya bilərsiniz.